dostlar, necəsiz? Bugün birlikdə universitetin ilk gün videosunu çəkirik. Bugün mənim ikinci kursumun ilk gündür. Və hazıram, indi çıxırıq. Kombinimi də göstərim. Məncə çox qəşəngdir. Universitetdə də videonun davamını çəkəcəyik. Universitetə gəlib çatdım. Ya basa-basdı da bura. Gəldim, kitablarımı falan qaytardım. Birini qaytardım, çünki çantam ağırdı. O birləri gətirəməmişdim. O birləri də inşallah sabah gətirəm. Dəhşət tez çatmışıq da. Dərsim 12:20-də başlayır. Biz 12:40-dan buradayıq. 140 dəqiqədir. İndi yer axtarıq oturmağa. Oturum orada. Bura baxın bir dənə basa-basdı da konkret. Artıq sinifdəyim, əslində öz sinifimdə deyiləm, dostumun sinifindəyim. Çünki bizim sinif qapısı bağlıdır, bilmirəm niyə. Nasıldır? İlk gün gəlmişəm, adamın ilk gündən morali bozdular. 5-ci mərtəbədə dərsiniz və 3 dərsim var dalbadan. Bir də şirən dostum var. Yəni bu kifayət qədər moralin bozulması üçün bir səbəbdir. İndi dərslərdə inşallah gizlin-gizlin çəkərəmsiniz. Zibidə düşməsəm yaxşı. Dərsə girmək istəmirəm. Adam bu havada, buralarda heç dərsə girmək istəyərmi? Burada görürsünüz. Park var. Gedib orada əylənərdi, dərsə girməz. İndi bütün dərslərim qutardı, bütün dərsim boş imiş. Mən səhər tezdən cədvələ səhv baxmışam, daha doğrusu üst həftələrə baxmışam da. Amma alt həftədir, ona görə indi üçüncü dərsim boşdur. Gəlib oturmuşam kitabxanada. Bomboşdur kitabxana. O bir tərəfdə müəllimlər falan var. Ayda sonuncu dərsdə müəlliməmiz, bütün müəllimlərimiz tezə gəldi də bu sinifdə. Müəlliməmin 4 ay əvvəl eşi öldü. Yəni çox pis ağladı falan. Mən də çox pis oldum bütün sinif. Gözlər falan doldu mənim. İndi keçəcəm. Yeməyi falan yiyəcəm. Sonra keçim. İlk dərsdən müəllimənin verdiyi tapışıqları falan yazarım yəqin. Zaten 80 dəqiqə boşdur. 80 dəqiqədən sonra da necə maşına gedəcəm evə. Böyle də bitəcək günümüz. İndi sizə buranın ətrafını göstərim. Görürsünüz. Bura aşağıda. Belə. Nasılım? Tam bir teacher kombini. Aha, indi çox qəşəngdir. Yeməyimi evdən getirmişəm. Sağlıqlı qidalanma. Bu xurmalı bir bar tarifidir. Yəni, istəsiz onda yazaram. Yadımda yerdə yeyək. İndi bunu yiyəcəm. Bir daha suyum var. Bunu içəcəm. Sonra keçim dərsim. Çünki evə gedəndə gecə olacaq. Bilmirəm, səsim gəlmir. İnşallah gəlir. Kitabxana deyil, hündür səsini danışamam. Evə gedim. Dərsimi falan oxuyamayacam bu axşam. Çünki gec yedib çatıram. 7-də evə çatıram. Ondan sonra da dərs oxuda imkansız. Səhər tezdən durub falan dərsimi oxuyacam. Sabahda tərsidən bütün olan fənlərin eynisi var. Sakitliydim. Ama sakitliydim. Çoxu dərs oxuyamıram. Yəni, mənim üçün də səs olmalıdır. Bir də ki, özümü video çəkirəm deyəm. Şey bitirəm yəni. Dəqiqədə özüm oxuyam.
reserved. Condition. Column sympathetic, flat, reserved. Column series, flat, reserved, unsympathetic. Imperative. Column emotional series. Exclamation. Column Hamsına column. Surprise, reserved. Yoruldum, bayağı yoruldum. Adım ne kadar ders oxuyuram. Gəlmişəm üniversitede ders geçip. Sonra dersten çıkmışam, yine ders oxuyuram. Eve geldim, evde ders oxuyuram. Bıktım arkadaş. Üniversiteden sınav, buna göre istemiyorum. Elə bundan sonra, bu yerdə işte. Elə bundan sonra bunun sərbəstlik var. Sonra semestr imtahanı var, kalikulum var. Mən bunlara necə çatdırmaq kıyamazsınız. Bu adama yazılar da gelmir. Doldururlar tabii. İlk gündən doldurursan itkamalına. Bir şey başa düşsəm dərd yap. Düşmürəm də. Dərsin bütün hamısını, ingilisini də keçmək çəkəməm də biliyorsunuz. Ən qabaqda oxumuşam. Arada oturduğum gün çəkəcəm sizə. Dərsin hamısı ingilisini də keçir. Ben yazık canım. Salamdan saldan, hello'dan, bay baydan başka ne bilirəm ki, ne de başa düşüm. Yok, o kadar da abartılmıyorum yani, bilirəm. Ama yani dersin hamısı ingilisində keçəcək dərsə yoxdur. Yani onsuz da tezə dərsdir. Ya mən bunu necə başa düşüm? Hələ birazdan deyəndə ki, yani ya 0 ya da o gün fransız dildə keçəcək. İkinci fransız dildə. Fransız dilini inşallah maraqlı olar. Bonjour. Temo. Deyəsən, Temo. Səni sevirəm, Temo olmalı da deyək. Neyse. O maraqlı olar, en azından inşallah müəllimimiz sağ olar. Neyse. Qalanında yazım tapışıqlarını birazdan durub gideceğim zaten. Servisimiz getdik. Üniversiteden çıxmışam, evə gedirəm. Bayağı tıxac var da. Səhərdən yoldayıq. Görürsünüz.